İdeal ailə qaynana birinci qapıya gələndə qızın necə gözlərini bağlayır, necə yalandan üzünə gülür, yalandan belə kino yazır ha orada. Qızım olasan, qızım kimi davranacam, baldız da deyirsən mənim bacım olasan, ər də deyirsən mənim namusum, qiriyyətim olasan, sənə gələn mənə gəlsin. O deyilənlər ərə gələndən sonra həyata keçirilsəydi, indi hamı xoşbəxt olardı. İdeal ailə belə olur. Necə ki gəlib qızın qapısına, qızı istəyəndə oğlanların tərifləyirlər, bir baltaya sap olmayan oğlanların. Damatın qızını alıb bədbəxt edirlər, toyda pul yığmaq xətrinə, borc bağlamaq xətrinə bəzi ailələr. Elə olmasa, Ləman, xoşbəxt olar. bəlkə gəlinin özündən də çox şey asılıdır. Mən həmişə demişəm, gəlinin də pisi var, qaynananın da pisi var. Amma ideal ailə, yəni ailə dağılanda demək deyil, hər dəfə gəlin pis olur və yaxud da qaynana pis olur. Amma çox vaxtı qaynana ilə baldız pis olur. Aha, bəs qaynanası və baldızı olmayanlar neynəsin? Hər halda belə deyək də, birində varsa deyir medalın o birisi tərəfi də var da, birində varsa o birisində. Bəlkə doğrudan da bəzən səbr eləmək lazımdır. Siz ailənin dağılmağı və yaxud da qurulmağı, bir ailə qurulursa, bu dağıla da bilər. Boşanmaq, vəkillər nə üçündür? Qanunsuz, məsəl üçün boşanmaq üçün. Əgər evlənirsənsə boşana da bilərsən. Anlaşılmamazlıq ola bilər, uşaq olmaya bilər. Nə bilim, bir yerdə söhbət edib ayrılırsan, hamı qırışıb ayrılmır ki. Amma əksər halda bizim ayrılıqlar 10 nəfər olacaqsa, 50 nəfər olmağının səbəbi bəzi pis qaynana baldız və mollalardır. Ləman, 5 ildən sonra Ləman özünü harda görür, nəçi görür ümumiyyətlə? Hatta qəbirdə olsun, mən nə bilim. Yəni siz gələcək haqqında nəsə düşünürsünüzmü? Bir qədər əvvəl dedim. Düşünməmişəm, inanırsınız. Elə həyatı xarına bıraxın. Çünki çox adam düşünür ki, siz bir qədər əvvəl dediniz ki, sizin eviniz yoxdur, maşınınız yoxdur. Amma çox adam da deyir ki, sizin adınız gələndə, mən indi arada bir jurnalist olaraq, yəni respondent barəsində məlumatlar toplayıram da və çox adam da deyir ki, qaz vurub qazan doldurur. Yəni siz qaz vurub qazan doldurmaqla da məşğul deyilsiniz. İmkanı olan adama demirlər imkanı var. Həmişə kasıba deyirlər qaz vurub qazan doldurur. Elə kasıb olmuş həmişə ona görə də kasıb qalır. Çünki kasıb cibində olanı xəşləyir, qıraqdan elə görsənir. Başa düşürsüz? Ona görədir. Mən yazıq əlimə keçəni xəşləyirəm, ürəyimin təmizliyindən eləyirəm. Elə bilirlər ki, mənim elə altım doldu. Krista deyiləm də yığıb qıraq atmıram. Başa düşürsüz? Yəni məndə o yoxdur. Ona görə də qıraqdan elə görsənirəm. Ləman, ikinci dəfə ailə qurarsınız. Yaxşı bir oğlan olsa, məni qəbul eləsə, mənim başıma vurmasa, məsəl üçün, qaynana baldızsız ev olsa gedərəm. Aydındır.